bu müharibə baş verdi. Bu müharibədə Hənzələ ibn Əbu Amir dəyərli bir şəxsiyyət şəhid oldu. Hənzələ bilirsiniz kim idi? Ona Peyğəmbər salavatullah buyurdu ki, o mələklərin qüsul verdiyi şəxsdir. Hənzələ. Uhud müharibəsi baş verəndə, Uhud müharibəsi baş verən günü Hənzələnin toyu idi. Toyu günü idi. Hənzələnin toyu oldu, gəldi Peyğəmbərdən icazə aldı. Dedi ki, olar ki, bu gün məni məzun biləsən, icazə verirsənsə Allahın Peyğəmbəri. Mən bu gün öz xanımımla öz vaxtımı keçirdim. Sübh gələrəm, qoşularam müharibəyə. Həzrəti Peyğəmbər ona icazə verdi, möhlət verdi. Çox-çox üzr istəyirəm. Həzrəti Peyğəmbərin o dəyərli səhabəsi sübh vaxtı gəldi, qoşuldu müharibəyə. Dedilər ki, onun boynunda qüsulu var. O qüsulun verməyib. Və gəldi, elə şəhid də oldu. Həzrəti Peyğəmbər salavatullah buyurdu ki, buyurdu, mələklər özü gəlib Hənzəliyə qüsul verdilər. Ondan sonra Hənzələnin adını demədilər. Ondan sonra dedilər ki, qəsilul məlaikədir o, yəni mələklərin qüsul verdiyi şəxs Uhud müharibəsində şəhid oldu. Ən təəccüblüsü bilirsiniz nədir? Hənzələnin atası da, qaynatası da, hər ikisi münafiq idi. Hər ikisi Peyğəmbərə qarşı düşmən idi. Əbu Amir Peyğəmbərlə qatı düşmənlərdən biri idi. Hətta həmin müharibədə, Uhud müharibəsində müşrik dəstədə vuruşurdu. Müşriklərlə birlikdə vuruşurdu. Və qaynatası da Abdullah ibn Ubey idi. Həmin o 300 nəfəri Mədinə şəhərinə geri qaytaran idi. Amma görürsən bir ləyaqətli bir gənc, 23-25 yaşında bir cavan oğlan idi Hənzələ. Tarix belə yazır.